Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodistim. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, insanları daima uzaqdan izləyən və heç zaman hər hansı bir müsbət də olsa, mənfi də olsa fikirlərini bölüşə bilməyən insanlar. Adətən şirkət və ofis daxilində bəzi həmkarlar olur ki, baxırsan ki, bir fikri var, kimlənsə xəbər göndərə-göndərə və ya hər hansı bir uzaqdan izləyib sözünü deməməklə qorxursan, çəkinirsən, yoxsa nəsə problem varmı deyə belə qaçağan düşmüsən kimi belə bir düşüncələr yaranır. Və adətən həmin insanları psixoloji olaraq bir və ya ikisini bu yaxınlarda deyək, söhbətə tutan zaman bunların verdikləri tək bir cavab olur ki, sadəcə həmin insanla təmasda olmaq istəmirəm. Nə dalaşmaq, nə belə deyim sizə söyüş, təhqir, kobud ifadə, mübahisə kimi bir sıra konfliktlər olmuyor. Sadəcə xoşlamıram və sən axı iş daxilindəsən, buna sən məcbursan o insanla təmasda olmağa. Ən azından işinə görə. Yox olsa da istəmirəm, ən azından kiməsə deyərəm, o deyər kimi bir sıra aspektlər, fikirlər, düşüncələr yaranır. Və bunlar tərəfindən irəli sürülür. Və nəticə etibarıyla bu insanlar xəbərləri yoxdur ki, zaman keçdikdən sonra onlarda hər hansı bir obsession kompulsiv pozuntu, bipolyar, şizofreniya, ən qlobalları bunlardır. Bu kimi xəstəliklərin olmasa da, ümumən ruhən, bədən, bütöv olaraq onlara tətikləyici deyirlər. Yəni onları məcbur edən o xəstəliyə doğru bir səbəblərdən biri də elə budur, uzaqlaşma. Sən adətən o insanı istər-istəməzcəsinə düşmən gözündə görərək daxildən yəni məsəl üçün istəməyərək də olsa da ona qarşı bir növ uzaqlaşma və sanki lazımsız, yersiz insan olaraq baxır və o insana qarşı bir növ özün istəmirsən, amma nifrətə yaxın bir mülahizə var. Bir növ o bir kiçik bir düşüncə tərzi var, o yaranır. Sanki bu heç bir məclisə də artıq onu görmək istəmirsən, hər hansı bir və sənin məclisində heç məsələn başqa bir növ yaxın birinin, uşağın, övladın, xeyir işidir, toydur və ya nişandır, hər nə gəlib iştirak edib, o olan masadadır ki, oturmamaq istəməmək. Sən bu düşüncə tərzilə, bu hərəkətlə həmin cəmiyyətdə işlədiyin işçi pozisiyasından da uzaq düşə bilərsən. O mövqedən hətta səni çıxarır da bilərlər. Niyə deyəcəklər, kollektivçiliyi pozur. Kollektivçilikdən kənar 5 nəfər var, bir dənə sənsən onunla yola getməyən. Demək, günah səndədir. Hərçənd onun səhvi olsa da, yaxud sən səhv olsan da, kollektivçilik daxilində bir-birindən kənar düşmək və ya iş mühitini bölmək düzgün bir şey deyil. Səhv və yanlış bir ifadə tərzidir. Yəni ona görə hər zaman bu tipdə xoşumuza gəlməyən insanlar çevrəmizdə olsa da, lap onlar deyim sizə səhv olsa da, biz onları istəməsək də, amma işimizə görə, hər hansı bir növ öz həyat tərzimizə görə müəyyən bir şeyləri keçməlisiniz. Çünki buna məcbursunuz. Hər insan gələcəyini irəli addımlayan yolda çox çətinliklə qarşılaşır. Bu da onlardan biridir. Bəzilərinə qatlana bilməmək. Amma işinə görə, şəxsi həyatına görə, karyerına görə. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz və yaxud bəyani və onlayn formada həyata keçirilən seanslara qoşula bilərsiniz.